İlahi rəhbər, imam olmadan din natamamdır. Əl-yevmə əkməltu ləkum dīnəkum. Bugün sizin dininiz kamil oldu. Yəni nə deməkdir? Vilayət dini kamil edir. Sonra buyurur ki, nemətlərin tamamlandığı bir gündür. Da bundan əhəmiyyəti nə ola bilər ki? Yəni açıq-aşkar Quran bizə deyir də, bunun çox belə bəhsə, çox dəlillərə ehtiyac yoxdur ki. Yəni əhəmiyyəti bundan qaynaqlanır ki, din kamil oldu. Çünki bu qanunları qoruyacaq, təfsir edəcək, tətbiq edəcək, hətta nəsildən nəsilə ötürəcək ilahi rəhbər. İmam olmadan din natamamdır. Din təhrif olacaq, aradan gedəcək. Ona görə dinin kamil olunması həmin Qədir-Xum hadisəsindən bağlıdır. Qədir-Xum hadisəsi bir də onu deməkdir ki, Peyğəmbər gəldi, məsələn, Həzrət Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi, özündən sonra Əli əleyhissalamı ümmətə canişin təyin elədi, yəni tarixi hadisə idi, yox. Baxın, onların durduğu məsələn mövqe, Peyğəmbər ilahi bir imam idi, rəhbər idi. Düzdür? İlahi və imam rəhbər olduğu halda özündən sonra ilahi bir rəhbəri təyin edir ümmətə. Bu deməkdir ki, bu silsiləvari rəhbərlik sisteminin başlanmasıdır. Ona görə bu gün əhəmiyyətli və mühüm günlərdən hesab olunur.